Vətən müharibəsi, əfsuslar olsun ki, Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq. Heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbiçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun. Qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın. Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik. Amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin zəfərindən 23-cü ilin antiterror əməliyyatına qədər bax, buraya dəfələrlə qanunsuz xarici dövlətlərin nümayəndələri gəlmişdir. Bu ölkələri heç bugünkü mərasimdə heç onların adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün separatçılara tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, burada məskunlaşan xarici dövlətin kontingenti bizi nədənsə çəkindirəcək. Heç nədən bizi çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək.